qeyri-adi gəlir. Bəzən onlar üçün xəstəlik kimi qəbul edə bilərlər öz hərəkətlərini. Bəzən orqanizmdə baş verən dəyişiklikləri xəstəlik kimi qəbul edə bilərlər. Və yaxud da ki, ailələrində biz indi artıq elə bir zamanda yaşayırıq ki, əvvəllər əgər xanımlar daha çox böyüklərlə, yəni ailədə olan anaları, böyük bacıları, yoldaşlarının anaları, yəni daha çox böyüklərlə təmasda olurlarsa, bugünkü gündə xanımlar daha çox tək qalırlar. Yəni ailədə tək olurlar və hamilə olduğu vaxtdan ki, necə ki psixoloji dəyişikliklər olur, necə ki xanımda dəyişikliklər olur, bunu hətta həyat yoldaşı belə başa düşməyə bilər və gətirib ailədə olan mübahisələrə çıxarda bilər. Məsələn, mən bəzi faktlardan deyim, xanım hamilə olur və xanım hamilə olduqdan adi həyatda xoşladığı yeməklərdən imtina edə bilər. Adi həyatda xoş gələn hər hansı bir iylərdən imtina edə bilər, artıq ona pis gələ bilər. Və yaxud da ki, həyat yoldaşı ilə olan hər hansı bir narahatçılıqlara, yəni xırda bir məsələlərdə daha çox narazıçılıqlar öndəmə gələ bilər və buna həyat yoldaşı başa düşməyə bilər. Və hamiləlik boyunca bu davam etsə, hətta bir ailənin dağılmağına belə gətirib çıxarda bilər. Ona görə xanımlar hamilə qaldıqları ilk vaxtdan məsləhət görülür ki, məhz belə kurslara, bu hər zaman olubdur. Hətta Sovet dövründə belə psixoprofilaktika deyilən kurslar olubdur. Hansı ki, xanımlar hamilə qaldığı günlərdən qadın məsləhətxanalarına müraciət edirlər və bu dərsləri almalıydırlar. Əlbəttə, bu bəlkə də belə deyək, bir növ adı gedirdi, amma bu dərsləri çox vaxt zamanda aparılmırdı. Amma bugünkü dövrdə bu dərsləri aparmaq həqiqətən də həm xanımlar üçün önəmlidir. Xanımlar buna daha çox üstünlük verirlər. Və bu çox gözəl faktdır ki, xanımlar məhz özləri bunu tələb edirlər. Bu kursları axtarırlar, bu kurslara müraciət edirlər. Artıq bir növ bunlara vacib şərt kimi irəli sürülür və maarifləndirmə artıq olduğu üçün televiziya vasitəsilə, internet vasitəsilə daha çox xəbərdar olurlar. Əvvəl bu psixoprofilaktikanın adı gedirdi qadın məsləhətxanalarında, ancaq nədən ibarət olduğunu heç anlamırdılar xanımlar. Bugünkü gündə artıq bunu xanımlara başa salmaq və xanımlar özləri buna müraciət etməkləri vacib şərtdir. Biz bu haqda yenidən danışacağıq. Mən tamaşaçılarımızın nəzərinə studiya nömrəmizi çatdırım. 562 16 48 əlaqə nömrəmizdir. Əziz xanımlarımız, buyurun, aktiv olun, suallarınızı ünvanlayın. Və elə ilk tamaşaçımız var xəttdə. Alo. Eşidirəm, bəli, buyurun. Buyurun, sabahınız xeyir, salamlayırıq sizi. Mən 3-cü hamiləliyimdir. 2 keysəriyyə əməliyyatı keçirtmişəm. Soruşmaq istəyirdim, 2-ci keysəriyyə əməliyyatından 5 il keçibdir. 3-cünü mən təbii yolla, təbii dünyaya gətirə bilərəmmi, yoxsa bu da mütləq keysəriyyə olmalıdır? Sualınız var mı? Bəli, sualım var. Birinci, ilk dəfə keysəriyyəyə gedəndə nəyə görə, hansı göstərişə görə getdiniz əməliyyata? Deməli, həm uşağın çəkisi çox idi, həm çanağın dar olması, yəni uşaq 4 kilodan yuxarı çəkidə idi və açılış olmadığına görə vaxtını götürmüşdü, haradasa 1 ay gecikmişdi uşağın doğumu. Ona görə yəni sancılar olurdu, açılış olmadığına görə məcbur keysəriyyə əməliyyatı məsləhəti gördülər. Bəs ikinci hamiləlikdə nəyə görə? Hamiləlik isə vaxt, yəni 1 il aradan keçmişdi deyə çapıq əməliyyatı dedilər. Yəni arada vaxtı az olduğuna görə dedilər ki, olmaz təbii doğuş. Yəni uşaqlıq dağıla bilər dedilər, nəsə belə bir şey. Aydındır. Aydındır. Təşəkkürümüzü bildiririk və düşünürəm ki, çox gözəl, aktual bir sualdır. Amma Səltənət xanım, bu sualın cavabını mütləq tamaşaçımıza verəcəyik. Amma mən bir elanı çatdırım. Hörmətli hamilə xanımlarımız, ümumiyyətlə xanımlarımız, nəzərinizə çatdırım ki, Vital Klinikanın yeni Yasamalda yerləşən doğum evinin nəzdində Analar Məktəbi yenidən fəaliyyətə başlayıb. Burada hamiləliyin gedişatına akuşer, ginekoloq və terapevt nəzarətindən əlavə hamilələrin doğuşa və ana olmağa psixoloji olaraq hazırlanması, hamilələr üçün gimnastika, pəhriz və yeni doğulmuşlara qulluq dərsləri keçirilir. Və onu da qeyd edim ki, bütün bunlar hamısı pulsuzdur. Çox gözəl düşünürəm ki, şanslı, fürsətli müraciət edə bilərsiniz. Bundan əlavə, hörmətli tamaşaçılarımız, Analar Məktəbində hamilələr təhlükəsiz doğuşa hazırlanır. Doğuş zamanı nə körpə, nə qadın travma almasın deyə nələr olunmalıdır? Hamilələrin həyat tərzi, qidalanması, iş rejimi necə dəyişməlidir, necə olmalıdır? Onun yaxınları hamilə qadına necə rəftar etməlidirlər? Bütün bunlar barədə və bir çox başqa faydalı məlumatlar almaq istəyirsinizsə, o zaman Vital
Vital Klinikanın nəzdində olan Analar Məktəbinə müraciət edə bilərsiniz və Səltənət xanım doğrudan da həm sizə, həm Vital Klinikanın ümumiyyətlə rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, maarifləndirmə məqsədi ilə siz əhaliyə bax bu cür xidmət göstərirsiniz. Doğrudan da hamiləlik xüsusi bir dönəmdir. Ona hazırlıq, yəni doğuşun travmasız başa çatdırılması üçün bütün bunlar çox vacibdir. Buyurun. Əlbəttə, gözəl vurğuladınız, həqiqətən də. Və mən sizin sözünüzə əlavə, xanımın sualına cavab verəcəm, amma sizin sözünüzə əlavə olaraq bir şey söyləmək istəyirəm ki, qadınlar həmişə fikirləşirlər, Analar Məktəbi sadəcə hamilələr üçündür. Yox, bu həm onların yaxınları üçün ola bilər, həm onların həyat yoldaşları üçün ola bilər. Çünki bugünkü gündə doğumda, həqiqətən də doğumda iştirak etmək bütün dünyada, belə deyək, daha çox yayılmış birlikdə birgə doğuş, yəni partnyor doğuş deyilir bunlara. Partnyor doğuşlar var ki, hansı ki doğumda məhz hamilə xanımın yaxınlarının da iştirakı. Sizdə də varmı bu? Əlbəttə var. Bu arada Azərbaycanda da var və bizim klinikamızda, bizim doğum evimizdə də bu fəaliyyət göstərir. Əslində o an doğuş anı xanımlar istəyir ki, yaxını kimsə yanında olsun. Bəli, bu mütləq xanımlar əhatəsini, çünki çox ağır, həqiqətən ağır bir perioddur xanım üçün. Bu ağır bir keçiddir insanın həyatında və həmin o vaxtda xanım istəyir yanında əhatəsində yaxın adamları olsun, kimdənsə dəstək alsın, kiməsə öz belə deyək, müəyyən bir yükünü boşaltmış olsun. Ona görə məhz bu dərslər, amma bu o demək deyil ki, bir istəklə bu həqiqətən də həyata keçirilə bilər. Buna həm psixoloji hazırlıq olmalıdır, həm xanımda hazırlıq olmalıdır, həm yoldaşında hazırlıq olmalıdır. Müəyyən dərslər keçirilməlidir bunun üçün ki, həqiqətən də doğuma girməyə artıq hazırdırmı yoldaşı və yaxud da ki, anası və yaxud da yaxın adamları. Ona görə məhz bu dərslərdə tək hamilələr yox, hamilələrdən başqa həmçinin yaxınları da iştirak edə bilərlər və həqiqətən də klinikamızın məhz bax söylədiyiniz kimi ödənişsiz bu dərsləri həyata keçirməyində məqsəd odur ki, bugünkü gündə statistika keysəriyyə sayının çox olduğunu göstərir. Çünki xanımlar qorxularından, xanımlar həyəcanlarından, xanımlar həqiqətən də doğuşa hazırlıqlı olmamaqlarından irəli gəlir ki, daha çox keysəriyyəyə müraciət edirlər. Xanım gələndə ilk sözü həqiqətən 5 xanımdan 4-ünün birinci sözü olur ki, mən doğumdan qorxuram, mən keysəriyyə istəyirəm. Düşünürlər keysəriyyə çox asan bir vəziyyətdir, çox asan keçəcək, əməliyyat da heç nə hiss etməyəcəm. Amma doğumun faydalarını bilmirlər, başa düşmürlər, anlamırlar. Doğum necə rahat ola bilər? Doğum o demək deyil ki, elə mütləq sancı olacaq, mütləq ağrı olacaq və ağrı ilə doğuş olacaq. Bu doğuşun ağrılarını qat-qat rahatlaşdırmaq olar. Nə etsəm doğumda, nəyi düzgün etsəm doğum daha rahat olar. Rahat olar, travmasız olar. Əlbəttə ağrısız keçər. Ona görə mütləq xanımlar bu Analar Məktəbindən istifadə etmək vacib şərtdir, məsləhətdir. Və bu böyük, gözəl bir fürsətdir əslində. Vital Klinika onlara təqdim edir. Bizim öncə yəni tamaşaçımız zəng elədi. Onun sualını cavablandıraq, amma digər bir tamaşaçımız da var xəttə. Onun da sualını mütləq yəni qəbul edəcəyik. Buyurun. Xanımın sualına cavab olaraq bax, 3-cü keysəriyyədir artıq. 2 dəfə keysəriyyə olunub. Mənim nəyə görə səbəbi nə idi soruşmağımın ki, ilk keysəriyyə nəyə görə olubdu? Məhz bax, bu problemlər ilk keysəriyyə, birinci keysəriyyəyə üst tutmamaq üçün Analar Məktəbinin fəaliyyəti böyükdür həqiqətən də. Xanımda əlbəttə müəyyən göstərişlər olub. Həm hamiləliyin gecikməsi, həm çox güman ki, xanım biraz başdan soyuqluq eləyibdi ki, hamiləliyi gecikə həkimə müraciət etməyib. Çünki xanımlarda psixologiyasında belə bir şey var ki, analarımız, nənələrimiz də bizə o söz deyirlər ki, vaxtı çatanda doğum olacaq. Yəni hələ ağrı yoxdursa, hələ sancı yoxdursa, həkimə müraciət etməyin. Doğum öz yolundan olacaq. Yəni həqiqətən də bu fəsadlar verir. Ya bətin daxilində körpə inkişafdan qala bilər, bətin daxilində tələf ola bilər və yaxud da xanım söylədiyi kimi sonda keysəriyyəyə müraciət ediblər. Ona görə vaxtı-vaxtında həkimə müraciət etmək vacib şərtdir. Əgər doğum təxmini doğum tarixi qoyulur xanıma, o tarixdən hamiləlik keçirsə, mütləq həkiminizə müraciət etmək vacib şərtdir. O ki, qaldı 5 ildən sonra yenidən doğum ola bilərmi? Əlbəttə, bu individualdır. Buna mütləq həkim nəzarəti vacib şərtdə hamilə olduqdan, çünki 2 dəfə artıq keysəriyyə əməliyyatı olunub. Uşaqlıqda 2 dəfə çapıq aparılıbdır və individual olaraq orqanizm nə dərəcədə bərpa olunub, nə dərəcədə bitişmə gedib, nə dərəcədə sağalıbdır, bunu mütləq hamiləlik vaxtı izləmək. 24 həftədən sonra artıq ultrasəs müayinəsində müəyyən göstəricilər var ki, həmin o kəsik aparılan çapığın yerinin qalınlığına baxılır. İndividual olaraq ağrılar olur, yoxsa olmur, nə dərəcədə çapıq ağrılıdır. Yəni buna nəzarət edərək sonda bəlkə də doğumla nəticələndirmək olar. Və əgər mütləq göstərişlər yoxdursa, normal hər şey keçirsə, siz dediyiniz kimi, normal hər şey keçirsə, çapıqda heç bir problem yoxdursa, yəni doğumda bunda nə fəsad ola bilər? Doğumda güc vermə vaxtı, çünki ilk doğuş kimi sayılacaq xanımda, güc vermə vaxtı çapığın aralanması ola bilər. Uşaq böyüyür və uşaq böyüdükcə uşaqlığın ön divarı məhz böyüməyə başlayır. Hardakı çapıq aparılıbdır, o divar dartılmağa başlayır. Əgər o divarda çapıq tam bitişməyibdirsə və cırılma ehtimalı varsa, mütləq o çapıq cırıla bilər və artıq xanımın həyatını təhlükədə qoyar. Amma deyək 5 il, xanım dedi ki 5 il keçibdir. 5 il ərzində bu bitişə bilərmi? Birinci hətta hamiləlik keysəriyyədən sonra, mən 8 il, 9 ildən sonra aparılan keysəriyyəni
həyata keçirmişəm ki, hansı ki, məhz artıq 8-ci ayının sonuna zor bir təhər çatdırmışıq hamiləni, çapığın aralanması ehtimalı. Elə də hamilə olub, 5 aydan sonra hamilə qalıbdır, amma o çapıq elə bitişib Yəni orqanizm individual reaksiya verir, bəli. Və daha bir tamaşaçımız var. Alo. Alo. Salam. Sabahınız Salam. xeyir. Sabahınız xeyir. Buyurun, sualınızı Mən eşidək. sualım var idi. Buyurun. Mən aybaşım kəsmirdi mənim. Aha. Fevral ayında mən kiçik əməliyyat olundum. Ondan sonra mənim də aybaşı olmuram. Soruşmaq istəyirdim ki, o nəyə görədir? Yaşınız neçədir? 32. Neçə? 32. Nə əməliyyat olunmusunuz? Kiçik əməliyyat olundum. Nə əməliyyat? Biz yaxşı eşidə bilmirik. Əməliyyat nə əməliyyatı idi? Kiçik əməliyyat olundum da. Kiçik əməliyyat, yəni nəyi nəzərdə tutursunuz? Nəyin kiçik əməliyyat? Uşaqlıqda nə? Uşaqlığın qaşınması. Hə, küritaj olunub xanım, belə başa düşdüm. Manipulasiya olunub. Xanım, orada mütləq dərəcədə əgər hər hansı bir narahatçılıq olubdursa, qanaxma olubsa, qanaxma fonunda ola bilər, hormonal dəyişiklik də ola bilər, uşaqlığın qaşınması nəticəsində hər hansı bir narahatçılıq ola bilər. Yəni mütləq həkimə müraciət etmək, individual yoxlanma. Yəni menstrual siklın küritajdan sonra bir müddət olmaması, yəni normal müddət deyil, fevral ayında söylüyor və fevral ayından bura artıq müəyyən bir müddət keçibdir ki, hansı ki bərpa olunmalıdır artıq orqanizm. Əgər hər hansı bir narahatçılıq varsa, gecikmə olursa və yaxud da ki, heç menstrual sikl olmursa, mütləq vacib şəkildə, çünki yaş elə bir yaşdır ki, yaş həddidir ki, orada hər hansı bir narahatçılıq ola bilər. Orada inanın çox narahatçılıq, birinci hormonal proses, hansı ki, qanaxmanı veribdir və əgər bu hormonal dəyişikliyi varsa, hətta küritajdan belə sonra özünü göstərə bilər. İkinci bir narahatçılıq, xanımlar indiki dövrdə, hətta manipulyasiyalar, kiçik manipulyasiyalar xanım söylədiyi kimi və yaxud da ki, arzu olunmaz hamiləlikdən abortlara müraciət etdikdə çox zaman infeksiyaları yoxlatdırmalılar və cinsi infeksiyalar, hər hansı bir iltihabı proses, əgər ininli ifrazat varsa, məhz qaşınmalardan, küritajdan sonra uşaqlığın iltihablaşması gedə bilər. Borularda narahatçılıq ola bilər, yumurtalıqda xanımlar buna xüsusi diqqət etsinlər. Yəni bir çox səbəblərdən irəli gələ bilər, ona görə onu mütləq həkim aydınlaşdırmalı. Bu norma deyil, bunu mütləq həkimə müraciət etmək, vaxtında bərpa etmək vacibdir. Ən əsas onu bildi ki, normadır və bir çox səbəblərdən ola bilər. Əslində, Səltənət xanım, oradan vaxtaşırı gəlirsiniz, həm hamilə xanımlarımızı, həm ümumiyyətlə xanımlarımızı bu cür maarifləndirirsiniz. Nə yaxşı ki, Vital Doğum Evində bu analar məktəbi var və nə yaxşı ki, siz studiyamıza gəlirsiniz. Buradan xanımlara, onların suallarını cavablandırırsınız. Çünki nə edək ki, bir reallıqdır ki, həkimə çox gec gedilir. Bax, indi xanım artıq görün neçə aydır ki, menstrual sikl yoxdur və bilməm, həkimə getmir. Nə yaxşı ki, siz gəldiniz bura. Nə yaxşı ki, siz bu şəraiti yaradırsınız ki, həqiqətən də maarifləndirmə aparılır. Çox sağ olun, təşəkkürümüzü bildiririk və davam edirik. Və ümumiyyətlə, hansı yaşda hamiləliyin baş verir? Hamiləlik planlaşdırılmalıdırmı? Bax, bunun üçün də bilirəm ki, siz ümumiyyətlə xanımlarımızı maarifləndirirsiniz həmin analar məktəbində. İlk öncə analar məktəbindən öncə əgər xanım hamilə ailə həyatı qurursa, mütləq ailə həyatını qurduqda müəyyən bir müayinələr var ki, hansı ki artıq dövlətimiz tərəfdən qanuni hal alır və bu müayinələrdən keçirilməsi vacib şərt sayılır. Həqiqətən də gələcək həyatına təsir edən müəyyən bir faktorlar var ki, bu müayinələrdən keçməlidir. Müəyyən infeksiyalar var ki, bunlar aparılmalıdır. Və yaxud da ki, ultrasəs müayinəsindən elə xanım var ki, müəyyən bir yaş həddinə çəkir. İnanın, bir dəfə də olsun ultrasəs müayinəsindən keçməyir və artıq narahatçılıq olanda ultrasəs müayinəsindən keçirəndə görürsən ki, xanımın 25 yaşında olan bir xanımın uşaqlığı 10 yaşında olan kiçik qız uşağının uşaqlığı kimidir. Yəni orqanları inkişaf etməyibdir, inkişafdan qalıbdır, narahatçılığı olubdur. Ona görə xanımlar heç olmasa ilk dəfə ümumiyyətlə menstrual sikl başlayan vaxtında 12 yaşında, 13 yaşında mütləq ultrasəs müayinəsindən analar keçirməlidir uşaqları. Və bundan sonra artıq xanım özü dərk etdikdən sonra müəyyən müayinələrdən ildə bir dəfə də olsun, heç olmasa ultrasəs müayinəsindən keçmək, ailə qurmayan xanımlar belə lazım ehtiyac duyulduqda və yaxud da ki, ildə bir dəfə həkim ginekoloqun müayinəsindən keçmək vacib şərt sayılır. O ki, qaldı ailə həyatı qurduqdan sonra əlbəttə hamiləlik planlaşdırılmalıdır. Hamiləlik planlaşdırılmalıdır nəyə görə? Məhz analar məktəbində də biz bunu başa salırıq ki, əgər xanım sağlam körpə dünyaya gətirmək istəyirsə və 9 ayın sonunda heç bir narahatçılıqla üzləşmək istəmirsə, əlbəttə heç bir valideyn istəməz ki, hər hansı bir nevroloji problemi olsun uşağın, hər hansı bir qüsuru olsun uşağın, xəstəxanalara getsin uşağı aparın, heç bir valideyn bunu istəməz. Bunun üçün də anlamalıdırlar, dərk etməlidirlər ki, xanım özü sağlam olmalıdır. Tək xanım yox, ümumiyyətlə ailədə
həm həyat yoldaşı, həm özündə əgər zərərli vərdişlər varsa bunlardan imtina etmək lazımdır müəyyən vaxtda. Bu siqaret, nikotinin təsirindən, alkoqolun təsirindən, narkotik maddələrin təsirindən, yəni bunun təsirindən, hətta atada olan pis vərdişlərin təsirindən uşaqda hər hansı bir narahatçılıq ola bilər. Ona görə müəyyən bir dövr var ki, o dövrdə bir çox şeylərdən, zərərli vərdişlərdən, müəyyən qidalardan, hansı ki orqanizmimizə ziyan edə bilən qidalardan, hansı ki dölə mənfi təsirini göstərən qidalardan, bunlardan uzaq olmaq vacib şərt sayılır. Və ona görə hamilə qaldığı ilk gündən artıq analar məktəbinə müraciət edirsə, mən şəxsən öz klinikamızda fəaliyyət göstərən analar məktəbindən danışıram sizə ki,